Dostlar, İnnovator Podcast'ın növbəti verilişinə xoş gəlmisiniz. Bugün biz sizinlə bir digər maraqlı mövzu haqqında danışacağıq. Və bugün maraqlı qonağımız var. Sadiq İsmailov. Sadiq, xoş gəlmisən. Sadiq, Paşa Property Management şirkətinin IT müdürüdür. Sadiq, xoş gəlmisən. Necəsən? Xoş gördük Yasir. Təşəkkür edirəm. Ümid edirəm ki, bizim bu mövzumuz dinləyicilər üçün maraqlı olacaq. Bəli. Bugün ümumiyyətlə biz adından da məlum olduğu kimi əmlak mövzuları haqqında danışacağıq. Ümumiyyətlə əmlak son dövrdə, ümumiyyətlə hər zaman əmlak çox hot topic olub da, belə çox hamının maraqlı olan, yəni bizim də bir təbiətimiz var ki, nə bilim evlər almaq, nə bilim nəsə tikmək və s. Bu qismən bizim belə deyim də təbiətimizdə olan bir şeydir. Amma əmlak sahəsi də bir yerdə dayanmır ümumiyyətlə və əmlak sahəsi də daima inkişaf edir. Gəlin ilk öncə olaraq sənin bu sahəyə necə gəlib çatdığını və ümumiyyətlə sənin haqqında qısa bir məlumat alaq. Təşəkkür edirəm. Mən ümumiyyətlə bir 15 ildən artıqdır ki, yəni bu sahədə IT sahəsindəyəm və IT sahəsində çalışdığım müddətdə müxtəlif bir bizneslərin IT sektoruna həm rəhbərlik eləmişəm, həm də onların layihələrini icra etmişəm. Bu dövrlər ərzində bundan əvvəlki biznes olaraq maliyyə sektorunda çalışırdım. Artıq daşınmaz əmlak sektorunun təklif alanda mən düşündüm və qərar verdim ki, sektor çox maraqlıdır. Çünki bu sektorun özü dayanıqlı, belə deyək ki, dayanıqlığı məlumdur, dediyiniz kimi, çox belə və eyni zamanda da inkişafa meyilli olan sektordur. Çünki burada alıcı məsələsi var, əmlak sahibləri məsələsi var. Onlar daima artıq yavaş-yavaş texnologiyanı tətbiq etməyə meyilli olmalıdırlar. Yəni meyilli olduqca da bu əmlakların istər-istəməz həm qiymətlərində və digər istiqamətlərində artım mütləq olur. Bu sektor, IT sektoru bildiyimiz kimi bütün sahələrdə çox yüksək inkişaf, yüksək istiqamətdə, yuxarı istiqamətdə davam edir. Təbii ki, əmlak sektorunda da onun özünün müsbət təsirləri var. Bu müsbət təsirlər təbii ki, bu əmlak sektorunun sahibkarlardan çox asılıdır. Amma burada biz kateqoriyaya baxmaq lazımdır. Yəni bu əmlakın müştəriləri kimlərdir, ona baxmaq lazımdır. O müştərilərə uyğun şəkildə həm əmlakların texnologiya tərəfi, innovasiya tərəfi ona uyğun şəkildə də qurula bilər. Belə çox gözəl qeyd etdin. Elə mən bunu qeyd edəcəydim ki, burada əmlak sahəsi məncə həqiqətən də kateqoriyaya bölünməlidir. Misal üçün kimsə hardasa ucuz, belə deyim də, sotu ucuz olan torpaqlar alırsa, orada o texnologiyadan söz belə gedə bilməz. Yəni bu insanın məqsədi odur ki, bir ucuz bir torpaq tapsın, özünə ev tiksin, yaşasın da. Yəni burada texnologiyanın nə dərəcədə olması lazımdır ümumiyyətlə heç söz mövzusu da. Bu çox güman ki, bu ciddi texnologiyalar, bu böyük bir belə deyim də mollar tikildiyi zaman, böyük bir hansısa komplekslər tikildiyi zaman burada daha çox nəzərə alınmalıdır. Amma bu o demək deyil ki, yəni iki tərəfdə qalması bunun da, bir tərəfin tam texnoloji olması, bir tərəfinin heç olmaması bu nəticədə bir problem gətirib çıxardmır ki? Maraqlı bir nöqtədən baxırıq bu mövzuya. Çünki bu ənənəvi üsul var. Yəni dediyiniz kimi ənənəvi üsulda bir şəxsi torpaq sahəsi alır və orada evini tikir. Torpaq sahəsi şəhərin mərkəzində də ola bilər, təbii ki. Şəhərin mərkəzində olduğu zaman bunun istər-istəməz ağıllı əşyalar elementi yaranır artıq. Yəni ağıllı ev sistemi yaranır. Tələbi, belə deyək ki, yəni əmlak sakininin tələbi yarana bilər. Ağıllı ev sistemlərində istər-istəməz bu ağıllı cihazlardan istifadə etməlidir. Smart device'lar deyək də biz onlara, IoT device'lar. Amma böyük əmlaklar nəzərə tutulursa bu ofis binaları, mollar, istər yaşayış binaları ola bilər, həmin yaşayış binalarında müəyyən bir texnologiyalar ola bilər. Məsəl üçün evindən insan birbaşa mağazaya sifariş edə bilər, həmin mağaza həmin binanın alt mərtəbəsindədir və yaxud da ki, istədiyi zaman hovuzdan istifadə edə bilər, kinoteatr ola bilər, istifadə edə bilər. Yəni bunlar texnologiya yəni həyatımıza o dərəcədə inteqrasiya olub ki, artıq biz öz yaşayışımızda onu tətbiq edə bilərik və bu da bizə əlavə bir vaxt qazandıra bilər. Şəhərimizdə bugünkü gün tıxacların sayı bir nöqtədən digər nöqtəyə getmək kimlər üçünsə əlçatan olmaya bilər.
Amma bunlar bir nöqtədə olanda daha belə deyək ki, müsbət nəticələr əldə etmək olar. Vaxta qənaət etmiş imkanı yaradır. Elə Yəni istərsiniz. smart ağıllı evlərdən danışdıq. İstəyərdim bu haqqda biraz qısa məlumat verək ki, ümumiyyətlə ağıllı ev nə deməkdir? Və bunun əsasında da bir digər sualım olacaq. Ümumiyyətlə izləyicilərimiz başa düşsün ki, ağıllı ev nədir? Ağıllı ev qısa desək, ağıllı ev mobil telefon və ya kompüterlə uzaqdan idarə oluna bilən bir cihazlardan qurulmuş bir sistem nəzərdə tutulur, yəni. Bu nə üçün yarana bilər? Məsələn, düşünün ki, evdən çıxdığımız zaman müəyyən bir səbəblərdən enerjini unuda bilərik, enerjinin kəsintisini və yaxud da ki, qaz kəsintisini unuda bilərik. Və yaxud da ki, hadisə baş verərsə, birbaşa sistemin özünün birbaşa təhlükəsizlik orqanlarına siqnal ötürmə məsələsi var. Bunlar niyə lazımdır? Təbii ki, aydın məsələdir, əlavə xərclər, əlavə məsrəflər olmasın deyə. Və yaxud da ki, ölkə xaricində səfər etdiyimiz zaman, digər bir nöqtəyə uzun müddətli səfər etdiyimiz zaman evin idarə edilməsi, onun texniki tərəfindən baxışı, kameralarla izlənilməsi, bunlar mütləq ki, lazımdır. Amma mən buradan eyni zamanda bir də bizi dinləyənlərə bir tövsiyədə bulunmaq istəyirəm ki, mütləq ki, bu ağıllı ev sistemlərindən istifadə edən zaman bunların sistemləri mütləq ki, ayrı bir internet sisteminə qoşulması məsləhətlidir, tövsiyə olunur. Səbəb, ağıllı ev sistemləri vendordan asılı olaraq, yəni təchizatçıdan asılı olaraq onların təhlükəsizlik tərəflərinin yəni boşluqları ola bilər. Günümüzdə dələduzluq sayları aydın məsələdir ki, elementləri kifayət qədər artmaqda davam eləyir və insanları bununla bağlı maarifləndirmək biz mütəxəssislərin də üzərinə düşür. Yəni onlar bu cihazları mütləq ki, ayrılmış bir internet xəttinə qoşulsalar daha yaxşıdır. Niyə görə? Çünki onlar eyni internet şəbəkəsində olduğu zaman ağıllı ev sistemlərində qurulmuş hansısa bir kamera və yaxud da ki, evi təmizləyən bir qurğu, toz soran və yaxud da ki, digər bir qurğu vasitəsilə uzaqdan internetə qoşulduğuna görə boşluq vasitəsilə şəxslərin kompüterlarına, sakinlərin telefonlarına Yəni ayrıca virus düşə deyiləndə, bilər. internet xətti deyəndə, yəni ictimai biz evdə istifadə etdiyimiz internet xətti deyil, çox güman ki, nəzər tutursan ki, ayrıca bir statik IP ilə ola bilsin. Tamamilə bir doğrudur, bəli. internet Tamamilə ayrı xətti olsun, internet, A providerdən bunu internetsə o alsan. da B internetində olsun, yəni ayrı bir şəbəkədə olsun, bəli. Belə olmağı tövsiyə olunur. Aydın məsələdir ki, o sistemləri artıq istifadə edən şəxs texnologiyanın içində olan bir şəxsdir. Və texnologiyanın içində olan şəxsin də o məsələləri anlaması, bilməsi mütləq ki, lazımdır. Hətta onu istəyə bilən bir sahibkarlar da ola bilər. Belə elementlərə diqqət etsələr düşünürəm ki, Onda bu belə çıxır da, yəni bu ağıllı cihazlar, ağıllı ev, yəni aydın məsələdir ki, normal bir ağıllı ev funksionallığı olmayan evdən qismən baha olacaq. Təbii ki, bəli. Bəli. Bugünkü gün Bəli, və bundan başqa da ki, burada çox güman ki, onların müəyyən belə deyim də, təqdim edən bir şirkət, misal üçün şərti olaraq X adında bir şirkət bir bina tikib, orada ağıllı ev funksionallığı var və bunun üçün çox güman ki, o ən azı evin aylıq ödənişində biraz əlavə ödəyəcək. Yəni bu belə deyim də, biraz belə deyim də, yəni komfort məsələsidir də. Yəni ki, bunun üçün yəni əgər rahat və gözəl həyat və texnoloji həyat istəyirsənsə, əlavə ödəniş etməyə gərəkdir. Bəli, bu tarixi belə deyək ki, boyu bu belə olub. Yəni kim ki rahatçılıq istəyib, bu rahat maşın olsun, rahat komfort həmişə əlavə bir xərclərə gətirib çıxardır da, bu aydın məsələdir. Amma o vendor tərəfinə maraqlı toxundunuz. Bu vendor tərəfində də uyğunluq olmalıdır. Yəni burada ola bilər ki, ağıllı evlər cihazları bir 10 adda evdə ağıllı ev cihazı varsa, onlar bir-birindən də belə deyək ki, inteqrasiya oluna bilər və elə ehtimallar ola bilər. Və burada vendorlar bir-birinə inteqrasiya oluna bilən ağıllı evlər də ola bilər. Məsəl üçün pərdə avtomatik açılanda televizor işə düşsün və s. və s. və yaxud da ki, tərsinə. Ssenarilər ola bilər, bəli. Yəni komfort məsələsində də bəli, bunlar qiyməti istər-istəməz artacaq. Çünki bugünkü gün texnologiyanın artıq əlçatandır, amma biraz da bahalıdır. Burada belə bir məsələ ortaya düşür. Əslində yəni dediyin məsələ mənə qismən çox yaxındır. Çünki mən belə deyim də, ölkədə IoT və MTO məsələsində qurulan xidmətlərin başında vaxtı ikən durmuşam. Yəni müəyyən dövlət qurumlarının çoxsunda indi hal-hazırda olan IoT MTO-nun
necəsə mənə əlaqəsi olub. İndi o başqa məsələdir. Burada belə məsələ ortaya çıxır. Çünki mən o vaxtı ki mən də araşdırdım. Elə ölkələr var ki, hətta Sinqapurda müəyyən şəhərlər var ki, IoT əsasında demək olaraq hər şey çalışır. Bunun çox gözəl tərəfi var ki, bu texnoloji çox super həldir. İstənilən ssenarilər qoya bilərsən, nə bilmək, maşınla yaxınlaşana, yaxın evə, qaraj özü açılır, girirsən, evə daxil olan kimi, nə bilmək, çaynik yanır, işıq yanır, nə bilim, hamamda su isidilir və s. Yəni istənilən ssenari qura bilərsiniz. Bu əladır. Amma burada bir dənə belə təhlükəsizlik məsələsi bayaq özün qeyd etdiyin kimi ortaya çıxır. Okey, bu ev olduğu halda, yəni qismən bunun belə deyim də problemi çox böyük deyil də, yəni qlobal deyil. Bunu qismən başa düşürük ki, evdə maksimum nə edə bilərlər? Yəni uzaqdan söndürə bilərlər işığı bilə-bilə. Misal üçün, yəni belə çox ciddi bir problem yoxdur da. Yəni ola bilər o da, yəni çox dərin düşünsən, qazı aça bilərlər və s. Amma belə kritik bir şey deyildi. Amma bunu mol səviyyəsində düşünsək və ya bunu bir dövlət səviyyəsində düşünsək ki, hər hansı bir böyük bir idarə bununla ağıllı smart cihazlar əsasında kontrol olunur. Hətta şəhər ola bilsin, biz çünki bilirik də, bəzi şəhərlərimizdə artıq ağıllı şəhər, yaşıl enerji və bunun əsasında işlər görülür. Bunun əsasında. Bu təhlükəsi çox böyükdür da bununki, çünki qıraq tərəfdən müdaxilə olsa, bu deməkdir ki, sizin şəhərinizi ələ keçirmiş oldu. Tamamilə doğrudur, bəli. Bunun belə deyim də, bu tərəziyə qoyanda hansı üstə gəlir? Yəni nə edilir bunun üçün? Bunun üçün xüsusi bir verifikasiya metodları, belə deyək ki, olması lazımdır mütləq ki. Yəni şəxsin həqiqətən həmin şəxsdir. Səslə verifikasiya oluna bilər, barmaq izi ilə verifikasiya oluna bilər. Biometrik verifikasiyalar ola bilər və yaxud da ki, gözlə verifikasiya ola bilər. Verifikasiya ola bilər bu şəxsin sakininlə belə deyək ki, bir mülkdən danışdığımız zaman. Bu artıq biraz geniş vüsət alanda bir yəni ağıllı bina və yaxud da ki, ağıllı mol sistemləri nəzərdə tutulanda təbii ki, düşünün ki, bir reklam, yəni müəyyən bir reklam razılaşması var. O reklam razılaşmasının əvəzinə başqa bir belə deyək ki, xüsusi bir qrup vasitəsilə, yəni o reklam çıxır və qeyri-qanuni bir nəsə çıxır, bəli. Bəli, buna yol verilən zaman müəyyən serverlər var ki, bu serverlərə cavabdeh olan serverlər var ki, onların təhlükəsizliyi mütləq ki, qorunmalıdır. Onların da özlərinə uyğun informasiya təhlükəsizlik sistemləri, kiber təhlükəsizlik qaydaları var ki, onlar o təhlükəsizlik qaydalarına mütləq ki, riayət olunmalıdır. Məsləhət olunur ki, bununla mütləq ki, bu sistemlər qurulanda dediyim kimi təchizatçı ilə birlikdə bunun monitorinq tərəfini, bunun təhlükəsizlik tərəfləri mütləq ki, müzakirə olunmalıdır. Ağıllı binalara, ağıllı şəhər, maraqlı bir məqama toxundunuz. Ağıllı şəhər konsepsiyasına gəldikdə isə, bugünkü günü biz bilirik ki, daşınmaz əmlak nə qədər dayanıqlıdırsa və bir o qədər də əmlak sahibləri bu yaşıl enerji və karbon izlərinin azaldılması üçün müəyyən bir istər texnologiyalardan istifadə olunmasına meyillidirlər. Bu bizdə istər-istəməz qənaətə və yaxud da ki, digər bir emissiyaların azaldılmasına gətirib çıxarda bilər. Təkrar deyim, karbon emissiyasının. Və belə olan halda istər-istəməz əmlak sahibləri bir yaşıl dizaynerlərdən istifadə edə bilər. Yəni söhbət yaşıl rəngdə yox, amma yəni burada ağıllı belə deyək ki, dizayn konseptlərindən istifadə oluna bilər. Materiallar, təhlükəsizlik materialları, yaşıl enerjini dəstəkləyən materiallardan istifadə oluna bilər. Məsəl üçün mətbəxin özü süni yox, təbii işıqlardan işıqlandırıla bilər. Bu formada yəni istifadə oluna bilər. Gözəl. Son dövrlərdə belə aktual mövzulardan biri olan, biz bir neçə verilişlərdə bu haqda danışdıq. Süni intellekt. Hal-hazırda süni intellekt artıq yəni qaçılmazdır. Yəni həyatımıza girib və biz onunla belə deyim də dost olmağı bacarmalıyıq. Bu əmlak sahəsinə necə təsir edir? Bundan istifadə olunurmu? Misal üçün, yəni çox sadə bir misal deyə bilərəm. Ən primitiv yanaşmalardan biri, misal üçün, əmlak seçimində süni intellekt çox yaxşı bir nəticə verə bilərdi. Yəni bir insan hansısa ev istəyir, nə bilim, onun üçün süni intellekt gözəl müsbət və mənfi cəhətlərini analiz edib nəticə verə bilər. Amma başqa
hansı texnoloji üstünlüyü ola bilər süni intellektdə? Hətta misal üçün sual verirəm, ola bilsin bu həqiqətən də belədir. Misal üçün hər hansı bir binanı tikəndə ola bilsin süni intellektdən istifadə olunur ki, optimal olaraq burada hansı belə deyim də gərəkən materiallardan nə qədər istifadəsinin, nə bilim onun savingini eləsin, yəni azaltsın və s. optimallaşdırmaq üçün nə üçün istifadə olunur? Aydındır. Süni intellekt günümüzə artıq belə deyək ki, öz təməlini qoyub, yəni biz ondan belə deyək qaça bilmərik. İstifadə etmək artıq bu gün istifadə etsək artıq belə deyək ki, sabah onun istifadəçisi sayılırıq. Süni intellektin müsbət mənfi elementləri var, aydın məsələdir. Mənfi elementini çox vurğulamazdım. Sadəcə olaraq mən bildiyim onu demək istəyirəm ki, süni intellekti biraz öyrətmək lazımdır. Bəli. Və onu düzgün öyrətmək lazımdır ki, o bizə düzgün nəticələr versin və biz orada müsbət ala bilək. Yəni biz onu düzgün öyrətməyimiz üçün çox belə deyək ki, qısa zaman lazım deyil, çox uzun zaman lazımdır. Buna ola bilər aylar yox, il də lazım ola bilər, illər lazım ola bilər. Yəni bugünkü günü əmlak tikintisində süni intellektin istifadə olunması üçün artıq yəni bu əmlak tikən şirkətin özünün yox, artıq bu outsource şirkətlər vasitəsilə buna müraciət olunması lazımdır. Bu da dediyimiz kimi əlavə bir xərclərə gətirib çıxarır. Təbii ki, əlavə xərclər də. Yəni binanı tikmək üçün outsource şirkətlər. Amma Yəni o şirkətlər, yəni mən Azərbaycanda düşünmürəm ki, hansısa şirkətlər süni intellekt işlədir. Süni intellektdən Azərbaycanda hal-hazırda bina tikintisində yox, ola bilər digər sahələrdə istifadə edirlər, amma evlərin alınmasında filan bunlar düşünürəm ki, hal-hazırda süni intellekt üzərindən yox, bizdə artıq onu artıq veb saytlar üzərindən əldə etmək hal-hazırda imkanımız var. Və bu dediyim kimi bu biraz da bazarın tələbatına uyğun olmalıdır. Yəni düzdür, bazarın tələbatında bu var, yəni saytlar var, hətta günü-gündən də bu saytların sayı çoxalır. Amma biz müştəridən soruşmuşuq, yəni siz artıq yəni saytlardan əlavə nə istəyirsən, yəni orada bir belə deyək də bir dark məlumat məsələsi var da. Yəni müştəridən biz bilmədiyimiz bir məlumat var. Bəlkə biz süni intellekti işə salsaq daha yaxşı nəticə verə bilər. Amma süni intellekti işə salmaq üçün biraz zaman lazımdır. Onu öyrədilməsi lazımdır, onu işə salmaq lazımdır. Onun sonra test olunması lazımdır. Bu nəticənin müsbət, mənfi tərəfləri var. Burada məsələ biraz təkrarçılığa yol vermək istəmirəm, amma baxır rakurs, baxdığım fokus hansı tərəfdəndir də, yəni. Ona görə süni intellekti biz həm yaxşı tərəfdən də istifadə edə bilərik, amma onu yaxşı öyrətmək lazımdır. Bəli, amma mən düşünürəm ki, misal üçün belə ağıllı ev konsepsiyalarında süni intellekti məncə çox gözəl köməyə gəlib çıxa bilər. Çünki bu ssenariləri belə deyək də, yəni biz əslində özümüz ağıllı evdə belə deyim də ayarlayırıq. Amma süni intellekt misal üçün onun üstünlüyü nədir? Süni intellekt gündəlik sənin etdiyin addımlara əsasən öyrənib o ssenarini özü qura bilər misal üçün. Yəni bunu etmək olar. Ümumiyyətlə ağıllı ev təqdim edən xidmətləri biz lokalda edə bilirikmi yoxsa xaricdən götürürük? Çünki mən bilirəm ki, ağıllı evlə məşğul olan Azərbaycanda bir neçə şirkət var. Var. Bilmirəm nə dərəcədə aktiv olaraq bazarda işləyirlər, ola bilsin xarici işləyirlər, amma yəni ümumən bu əmlak sahəsində böyük bir üstünlük lokal şirkətlərimədir, yoxsa xarici şirkətlərə, vendorlaradır? Ümumiyyətlə xarici vendorlar onlar necə işləyirlər, işləmə prinsipləri haqqında bilsə, yəni biz görərik ki, heç bir yerli şirkət yəni olmasa da biz xarici vendorlarla işləyə bilərik. Xarici vendor Azərbaycanda onun partnyorluğunu hansısa bir şirkətə təqdim eləyir və o həmin şirkət xarici vendorun təqdim etdiyi şərtlər altında artıq o xidməti təklif eləyir. Ağıllı ev Azərbaycanda kifayət qədər istifadə olunur. Bununla bağlı həm müəyyən şirkətlər var, onun da müəyyən xidmətləri var. O xidmətlərin içində istər enerji qənaət etmək üçün, istər dediyimiz kimi digər bir sistemləri quraşdırmaq üçün, indi mən adlarını saymaq istəmirəm. Bunlar da belə deyək ki, həmin şirkətlər də həmin vendorlarla xüsusi bir sertifikatlaşmış əməkdaşlarla çalışırlar. Onlar o xidmətləri göstərmək üçün müəyyən bir il ərzində verifikasiyadan keçirlər. Yəni sistemlər var. Bunlar sərgilərdə sərgilənir. Bizdə il ərzində təqdim olunan daşınmaz əmlak sektoruna aid olan sərgilərdə sərgilənir və maraqlananlar düşünürəm ki, həmin sərgilərdən də yararlana bilərlər.
Mən müştəri tərəfindən biraz belə sual vermək istəyərdim. Yəni bu saytlarımız bayaq da qeyd etdin ki, kifayət qədərdir. Hardakı sən seçə bilərsən evlər və s. Amma çox narahatdır da. Yəni biz özümüz daima istifadəçisi olaraq görürük ki, yəni sən istədiyin yerdə evin tapmaq çox əziyyətdir. Məlumat almaq çox əziyyətdir. Evin belə deyim də vəziyyətinə baxmaq çox əziyyətdir. Yəni burada çoxlu kifayət qədər manual işlər var. Elementlər Yəni sən çoxdur, bəli. elementlər çoxdur. Sən birini gördün, təqribi, zəng eləyirsən şəkildə bütün şəkillər yoxdur. İnsanla danışırsan, uyğun vaxt tapırsan, gedirsən, baxırsan, görürsən ki, yazdıqların 90%-i belə deyim də yalandır. O deyil. Gedib baxırsan, vaxtını itirirsən, gedirsən. Yəni niyə görə bir optimal bir belə deyim də sayt yoxdur? Tələbat yoxdur desək elə deyil. Yəni elə gəlirli sahə deyilmi desə o da deyil. Çünki Azərbaycanda ən topda olan gəlirli sahələrdən biridir. Yəni biz Binəyi qədimdən, Sovet vaxtından, yəni bizim investisiya düşüncəmiz ancaq evlər olub da. Daşınmaz əmlak investisiya eləmək. Bəli, daşınmaz. Hələ indi də o qalıb. Yəni nə qədər də fərqli imkanlar çıxsa ki, nə bilim, kriptolar və s. qazanc metodlar çıxmağına baxmayaraq ən azı bizim ölkədə bir nömrəli investisiya daşınmaz əmlakdır. Və bunu bir nömrəli olduğu halda həm tələbat baxımından, həm investisiya baxımından nəyə görə normal bir belə deyim də gözəl bir sayt yoxdur ki, orada insan misal üçün girib virtual evi gəzə bilsin, istənilən məlumatı yoxlaya bilsin, evin detallarını yoxlaya bilsin. Misal üçün çox sadə bir misal deyim də, Rusiyada bu belə bir xidmət vermişlər, səhv eləmirəmsə Avito'dur. Orada siz maşının bütün tarixçəsini görə bilirsiniz. Maşın nə vaxtsa vırılıb, sığortada olub və s. Misal üçün elə saytda evin sığorta detallarına baxırsan. Bəlkə evin nə vaxtsa su basıb. Misal deyirəm də, çox şərti bir misal ola bilsin, nə bilim, nəsə yanğın baş verib, ya nəsə olub. Yəni detallı bir məlumat görə biləcəyin sayt niyə yoxdur? Aydındır. Yəni bu bizim doğrudan da hər kəsin yaralı yeridir. Yəni ev alan, ev satan bu çox belə deyək ki, problem yaşayır. Əsas da ev alanlar ev almaq istəyən baxdığı evə, şəkillərlə bəyəndiyi evə gedir, baxır. Müəyyən bir mərtəbədə, deyək 4-cü mərtəbədə pəncərəsini açır, başqa bir binanın həmən divarını görür və bu mənzərə onun gözləntisində olmayıb, gözləntisinin aşağısındadır. Belə məqamlarda əfsuslar olsun ki, elementlər saytda reklam olan zaman, evin daşınmaz əmlakının reklamı zamanı ya qeyd edilmir, ya marketinq tərəfi üstün tutulur ki, yəni bu evi sürətli şəkildə satılsın. Amma bunun təbii ki, çıxış yolu var. Premium evlər satan müəyyən bir portallar da var, aydın məsələdir. Bunlar müəyyən bir sosial şəbəkələrdə onlar öz işlərini görürlər. Instagram var, TikTok var və s. Bu evlərin bir 2D, 3D formatının qısa video, belə deyək ki, treylerləri, qısa video, belə deyək ki, videolar hazırlanır. Və bu videolar vasitəsilə, 3D, 2D videolar vasitəsilə virtual gəzinti edə bilirsiniz, bəli. Avtomatik olaraq sən anlayırsan ki, yəni bu evdə nə baş verir və sən onu bəyəndiyin zaman, üzr istəyirəm, bəyəndiyin zaman sən ona eyni zamanda yəni bunu bir virtual ekskursiya edirsən, bəyəndiyin zaman da gedib ziyarət edə bilirsən. Buyurun, amma mən demək istəyirəm yenə, bilmirəm. Yo, elə mən qeydəyə uyğun olaraq, mən elə o, burada əslində yəni bizim verilişimiz podkastın da məğzunla ibarətdir ki, yəni biz diskussiya edirik. Və siz 3D model dediniz, misal üçün. 3D model hamısını ötürmür. Yəni mən misal üçün belə deyim də, çox şərti bir şey, aboyun keyfiyyətini görə bilməyəcəm də mən də, misal üçün. Və ya asılan pərdələrin keyfiyyətini görə bilməyəcəm. Ötürmür də, bu da mənə, belə deyim, o istəyi ötürmür. 3D ümumiyyətlə bizə nə verir? Görüntü verir. Yəni hətta o tikilməkdə olan evin də 3D-si hazırlana bilər və biz ora bir virtual bir ekskursiyaya çıxa bilərik. Baxırıq ki, yəni bu ev mənə həqiqətən də xoşuma gəlir. İlkin baxış axı çox belə önəmlidir, yəni. İlkin baxışda elektrik ala bilirsənsə evdən, anlayırsan ki, sən bu evdən yəni artıq gedib yerində ziyarət etmə imkanı yarandığı zaman gedib baxırsan. Amma bunun bir başqa bir elementləri də var, elə onu demək istəyirdim hal-hazırda ki, yəni bunu indiki imkanlarda biz texnologiyalardan danışırıqsa, burada texnologiyalarda bir dron çəkilişləri var. İstər evin içindən, istər də evin belə üzərindən. Evin içində, bəli, evin içindən də xüsusi bir
xüsusi bir gəzinti eləyə bilir və onu dron belə deyək idarə edən Yəni mən bağ mütəxəssislər var. evlərində biləm ki, yuxarıdan Bəli. çəkib belə və evin içində yəqin balaca dronlardır da belə. Tamamilə doğrudur. Yəni evin üzərindən də, yəni helikopter view deyəndə, onu da dron vasitəsilə çəkəndə bu alıcı tərəfindən normal gözlə görünə bilən, görünə bilməyən yerlərə artıq sən əlçatanlıq yaradır. Evin landscape deyək də, yəni yerləşdiyi bir yeri bir yuxarı proyeksiyadan görə bilirsən. Bu səndə istər-istəməz bir vizual bir görüntü yaradır. Bu vizual görüntü ölkə xaricində ola bilər ev. Ev ölkə xaricində olduğu zaman, yəni bizdə indi şəhərdəyik, Bakıdayıq, bir nöqtədən digər nöqtəyə nə qədər gec olsa da gedib çata bilərik, amma bir ölkə xaricində seçim etdiyin zaman bu sənə çox belə deyək ki, əlbəttə. Ümumiyyətlə ölkə xaricini də qoyaq qırağa. Yəni ki, misal üçün siz hər hansı bir həyət evi alırsınızsa, ən böyük baş verən problemlərdən biri odur da. Yəni göstərirlər ev çox superdir, amma bayırını göstərmirlər. Elə də. Bayırı baxırsınız ki, misal üçün də zibilli ilə üzbəüzdür və ya nə bilim transformatorlarla üzbəüzdür. Bunu göstərmir. Yəni amma bu indi siz çox gözəl qeyd etdiniz də, yəni premium saytlar var. Bəli. Və premium xidmət göstərənlər onlarda belədir. Okay, amma yəni biz çox gözəl anlayırıq ki, real biznes və real gəlir premium olmayan segmentdədir. Yəni misal üçün premiumda ildə ya ayda 2 dənə, 3 dənə ev satılırsa, misal üçün normalda isə belə premium olmayan evlər, nə bilim ayda 10 millərlə ev satılır da. Yəni bu sahəyə niyə diqqət yetirilmir? Yəni aydın məsələdir ki, yəni sual tam da sizə aid deyil. Aydındır, burada texnologiyadan, aydındır. Yəni burada belə bir məqam var ki, yəni dövriyyə çoxdur. Dövriyyə çox olanda onu nəzarət eləmək, yəni o ev həqiqətən də orada yazıldığı kimidirmi? Belə bir elementlər ola bilər. O dövriyyə çox olduğuna görə o nəzarət mexanizmi də biraz axsaya bilər. Amma ümumi halda düz deyirsiniz, 10 evdən yəni bir çox böyük faizində evlər yazıldığı kimi olmur. Sadəcə olaraq evin içindən müəyyən bir görüntülər var və evin daxilində olan görüntü səni aldadıb evə gedirsən, amma xaricindəki olan istər yay aylarında gedirsənsə, ola bilər oradakı bir su basmanı görməmsən. Bəli. Ola bilər qış vaxtı gedirsən, digər bir elementi görmürsən. Qonşu ilə bağlı olan bir problem ola bilər. Və yaxud da ki, digər texniki... Yəni fəsillə bağlı nəsə dəyişə bilər. Fəsillə bağlı ola bilən də bir şey ola bilər. Bəli. Yəni bu daxildən təkcə şəkillə göründüyü zaman insanı mütləq alladır. Bəlkə bizə belə bir xidmət lazımdır. Yəni belə deyim də, konsultasiya xidməti. Yəni misal üçün də, yəni hər hansı bir ev yükləniləndə və almaq istəyəndə bir başı bilən bir insan gedib, həqiqətən də bu belədir, çünki biz heç birimiz başa düşmür. Yəni biz hətta yəni biz sadə bir vətəndaş olaraq gedib evi alanda baxırsan ki, idealdır. Yəni siz dediyiniz kimi qış fəsli gəlir, görürsüz ki, hardansa nəmişlik vurur. Bəli. Amma yəni bunu başı çıxan adam getdiyi halda, yəni misal üçün aboylardan, ya nə bilim evdə hətta havanın vurulması bu o məsələ də vacibdir də. Yəni hardan külək daxil olur evə, hardan çıxır və s. Bunlardan artıq insan özü deyə bilər ki, misal üçün sizin evinizdə qışda filan şey olacaq və s. Bəlkə buna ehtiyac var. Burada yan keçmək üçün əslində bu belə toollar var, yəni alətlər yəni var. Bunlar brokerlər sayılır ki, hansı ki o brokerlərə müraciət olunmalıdır. O brokerlər də etibarlı özlərini aparmalıdırlar. Yəni çünki onların da qazanc mənbəyi müştəri və yəni satıcı hörmət eləsin ki, bəli, onlar da etibarlı olmalıdır. Səhv deyilən olmamalıdır. Bir də biraz öncə bir elementə toxundum, dark information, yəni görünməyən tərəfləri, bu mənzərənin görünməyən tərəfləri. Yəni müştəri onu bilsə idi, daha yaxşı davranardı və yaxud da ki, o məlumat üçün saytda müəyyən yer olsaydı, onu artıq əlavə etmədən evin satışı post olunmazdı saytda və s. Bu da dark məlumatdır ki, yəni görünməyən, bizim bilmədiyimiz məlumatdır. Bəlkə o məlumatı biz yararlansaq, oradan biz daha yaxşı nəticələr əldə edə bilirik. O məlumatı necə əldə etmək olar? O məlumatı əldə etmək üçün artıq sorğular, artıq müəyyən bir belə deyək, müəyyən bir forumlar və yaxud da ki, sorğular keçirməklə bu məlumatı kütləvi şəkildə yığmaq olar. Bu sorğular da praktikaya uyğun olaraq qonşu ölkələrə baxmaq olar. Qonşu ölkələrdə bu eyni problemi, eyni mənzərəli məsələnin necə həlli varsa, ən yaxşı halda biz təcrübə olaraq ən yaxın təcrübəni biz özümüzə inteqrasiya edə bilərik. Tamamilə doğrudur. Bu avtomatlaşma ilə bağlı mənim sualım olacaq. Yəni artıq illərdir, yəni
bizdə bütün proseslərin böyük bir hissəsi manualdır. İndi mən bilmirəm sizdə bu premium mənzillərdə necədir vəziyyət tam deyə bilmərəm, amma proseslər eynidir. Yəni insan evi gördü, bəyəndi, getdi banka, pulu qoydu onun hesabına, o bunun hesabına, getdilər notariusa, müqavilə bağladılar və s. Yəni çoxlu manual işlər var da. Bəli, bəli. Hansı ki artıq kifayət qədər müddətdir ki, artıq 5 ildən çoxdur ki, smart kontraktlar var. Yəni bunu hamısını avtomatlaşdırma imkanları var da. Yəni biz nə zaman ora gələcəyik və ümumiyyətlə lazımdırmı? Çünki belə texnologiyalar var ki, həqiqətən də biz baxdıqca görürük ki, bu bizim ölkəyə yaramır da. Yəni bizdə bu işləməyəcək də və ehtiyac yoxdur. Yəni hər dünyada baş verən də o demək deyil ki, bizdə də olmalıdır, tətbiq edə bilək. Ümumiyyətlə nə düşünürsünüz? Bunun üçün düşünürəm ki, vətəndaşların özləri hazır olmalıdır. Bu bir yəni texnologiyanın özü bir mədəniyyətdir də. Yəni bu mədəniyyəti sən gətirib istədiyin yerdə inteqrasiya eləyə bilməzsən və onu tətbiq eləyə bilməzsən, o mədəniyyət orada yoxdursa, formalaşmayıbsa, sən o fail olacaq, yəni istər-istəməz. Bunun üçün vətəndaşların özləri hazır olmalıdır düşünürəm və bunu da hazır olmaq üçün mütləq ki, maarifləndirmə olmalıdır, mütləq. Çünki təməldə maarifləndirmə durur. Maarifləndirmə də təbii ki, bunun yaxşı tərəflərini və təhlükəsizlik tərəflərini bildirməklə. Bu gün proses necə gedir? Bildirdiyiniz kimi hər şey manualdır. Yəni manual, hər şey manual deyil. Bu kütləvi şəkildə bunu əksəriyyət belə eləyir. Notariusa yaxınlaşır, orada mütləq ki, yaxınlaşmalısan, o gözünlə görməlidir, imza çəkilməlidir və s. və s. Amma bunun günümüzdə artıq bunların bəzi hissələri artıq elektronlaşıb. Bu xidmət verən qurumlar var, onlar elektronlaşıb, mərkəzləşdirilib, asan xidmət qurumların bir yerə yığılması üçün çox amma orada da getməlisiniz. Notarius asan xidmətin içindədir, yenə də insanlar ora gəlir. Bəli, getməlisiniz. Gəlmədən misal üçün. Gəlmədən məsəl üçün bunun imzalama sistemləri var. Bilirik ki, SIMA sistemi var, asan imza var. Bunlardan istifadə edə bilərsiniz mütləq ki. Bu bizə müsbət belə deyək ki, vaxt qazandırır. Amma onlarla da yenə də biz bunu eləyə bilmirik də. Mən başa düşdüyüm qədər ev alqı satqısı edə bilmərik. Yəni mən misal üçün hal-hazırda oturaraq istənilən elektron imza hüququ olan bir xidmətlə mən onu eləyə bilmərəm. Yəni məncə belə bir şey yoxdur bizdə. Bəlkə mən yanılıram. Yox, ola bilər olmasın, amma bu dediyimiz kimi bu vətəndaşların artıq bu mədəniyyət formalaşmalıdır ki, yəni biz güvən məsələsi var, bəli. Yəni öyrəşməlisiniz. Düşünürəm ki, bu mərhələli şəkildə ola bilən bir şeydir. Yəni buna ehtiyac. Amma o da mən çox üzr istəyirəm. Yəni mən bəzi əvvəlki podkastlarda da deyirdim ki, yəni hər bir cəmiyyətin bir yanaşma tərzi var da. Mən düşünürəm ki, bizim cəmiyyətin yanaşma tərzi odur ki, biraz biz belə məcbur etməliyik ona. Buna mən misallar da vermişdim ki, yəni biz misal üçün vaxtı ikən metroda jeton atırdıq. Məcburən karta keçirdilər. Yəni heç kim onu əvvəlcədən maarifləndirib demədilər. Sadəcə yığışdırdılar. Artıq siz gedə bilmirsiniz də metroda. Jetonunuz olsa da belə gedə bilmirsiniz. Eyni olaraq da misal üçün bizim nənə babalarımız və ya valideynlərimiz pensiyanı nəqd alırdılar. Keçirdilər kart sistemə bankomatdan çıxarması. Yəni variant yoxdur artıq. Onlar da başladılar eləməyə. Mən düşünürəm ki, belə bu texnologiyalar hansı ki, ya buna görə biz bəzi şeyləri məcbur etmədiyimizə görə yaxşı mənada. Əlbəttə ki, pis şeyləri zaten məcbur etmirik. Yəni amma inkişafı biz ancaq belə sürətləndirə bilərik də. Bizim cəmiyyət olaraq mən düşünürəm. Burada biz danışdığımız iki nəfərin bir-birindən alqı-satqı müqaviləsi olan zamandır. Bu təbii ki, qanunvericiliklə özünü tənzimləyir. Amma hüquqi müstəviyə baxanda bu təbii ki, bank səviyyəsində o köçürmələr vasitəsilə tənzimlənir və bu artıq məlum məsələdir ki, burada bir nöqtədən digər nöqtəyə getmək sayı o qədər deyil. Nəzərə alsaq ki, o jeton və digər bir elementləri çox maraqlı məqamdır. Çünki bu yavaş-yavaş yəni ona keçid etməyi dövlət ola bilər, yəni hökumət səviyyəsində ola bilər məcbur edilsin, amma bunun müsbət tərəfləri üzə çıxır. Müsbət tərəfləri üzə çıxanda görünür ki, bu vaxta qənaət elementi var, resursa qənaət elementi var. Bunun digitallaşması, belə deyək ki, o artıq praktikaya olaraq digər ölkələrdə, qonşu ölkələrdə bu artıq özünün müsbət təsirlərini verib və onu da tətbiq etmək məsələsi var. Amma təkrar belə deyək ki, mövzuya qayıtsaq, yəni iki fiziki şəxsin öz arasındakı olan o alqı-satqı məsələsi hal-hazırda o belə deyək ki, əfsuslar olsun ki, onlar öz arasında yəni notarial qaydada, manual olaraq, yəni bunlar hal-hazırda davam edilir. Və bu da mən düşünürəm ki, bir tərəfdən də ağıllı ev texnologiyaların inkişafının da qarşısını alır. Yəni misal üçün indi biz əminəm ki, indi mən faizdə ola bilsin yanıla bilərəm.
Azərbaycanda olan əmlakların maksimum bəlkə də 1% belə ağıllı evdən təchiz olmayıb da. Elədir. Aşağı yuxarı belə olar. Bəli. Və bu və mən də bilirəm ki, yəni indi bizdə mənim də tanışlarım var ki, ağıllı evlərlə məşğuldular. Mən bilirəm ki, onun qiyməti kifayət qədər ucuz bir şey deyil. Amma bu nəyə görə elədir? Çünki kütləvi istifadə deyil. Əgər Azərbaycanda hər ikinci evdə ağıllı ev belə deyim də cihazları olduğu halda bu artıq çox ucuz bir şeyə gəlib çıxacaq. Elədir, rəqabət olduqca onların qiyməti də, maliyyəti də ucuz olacaq. Bu da praktika ilə irəli gələn bir şeydir. Yəni gərək mütəmadi istifadə olunsun, onun boşluqları tapılsın, onun boşluqları tapıldıqca mütəmadi olaraq o yeni futureslar yaransın. Yeni futureslardan sonra istifadəsi çoxalacaq. Günümüzdə elektrik maşınlarının sayı artır, amma hal-hazırda bir müəyyən bir balans qorunur ki, yəni iki növ tərəf var. Elektrik maşınlarından istifadə edən və istifadə eləməyən. İstifadə etməyənləri danışanda onların ilkin təəssüratı belə olur ki, hələ bir görək, bir 5 il keçsin, görək bir nəticəsi necə olur. Ondan sonra biz davam edək. Yəni insanlar iki yerə bölünür də. Bu ingilis dilində var. Early adopterlar, yəni ilk özünü belə deyim də ocağa birinci özünü atanlar var. Bir də var ki, qoy 100 nəfər atsın özünü, yanmasalar, ondan sonra mən ataranlar var. Onun müsbət mənfi elementləri var. Çünki o ocağa birinci özünü atan artıq yəni 5 illik təcrübə əldə eləyir, bir 3 illik təcrübə əldə eləyir və artıq o anlayır ki, yəni bunun yolu budur. Amma digərləri o təcrübə əldə etmədiyinə görə biraz çətinliklərlə hələ ki geridə qalırlar. Geridə qalırlar, bəli. Artıq onlar gecikmiş sayılırlar. Bu texnologiyalardan istifadə eləmək gətirir, bu ağıllı ev sistemlərində də eyni konsepsiya var yəni burada. Bəs indi bu ağıllı ev belə deyim konsepsiyalarını biz nə dərəcədə sadə evlərdə yaşayanlar, yəni ağıllı olmayan evlərdə yaşayanlara, insanlara belə deyim də necə öyrədə bilərik ki, onlar da istifadə etsin? Maarifləndirmədən başqa. Bəlkə o bu qlobal bir siyasət olmalıdır ki, hər evdə misal üçün ən azı, ya standart ağıllı ev deyəndə ilk ən azından belə deyim də standart ağla gələn ən azı qapıya qoyulan bu kilitdir, ağıllı kilit ki, sən uzaqdan aça bilirsən və ya hər hansı bir oğlu var, dostu var, qohum var, bir imkan verirsən uzaqdan ki, qapını açdım, gir içəri. Ən azı minimum bəlkə belə tələblər olmalıdır evlər tikiləndə. Əslində belə sistemlər var, yəni artıq mikrodalğalı sobalar var, televizorlar var, artıq smart televizorlar var. Yəni bunlar artıq xüsusi bir applicationlar var ki, o televizorların belə deyək ki, idarə edilməsində kömək eləyə bilər. Qapılar toz soranlar var. Bəli, toz soranlar var, tamamilə doğrudur. Solar sistemlər var, hansı ki, xüsusi bir alternativ enerji mənbələri var ki, onlar, yəni bunlar var, istifadə edənlər var. İstər bizim Qarabağ zonamızda istifadə olunur və eyni ilə Bakıda da və Azərbaycanın digər regionlarında da istifadə olunur. Bu əlçatan, əlçatmayan nöqtələr var. Bu düşünürəm ki, maarifləndirmə bir nömrəli lazımdır. Yəni insanlar onun müsbət tərəflərini anlamalıdırlar. O müsbət tərəfini anladıqdan sonra o özü də qərar verəcək ki, yəni bunu mən niyə çoxdan istifadə eləmirdim. Bunun üçün də mütləq ki sərgilər, mütləq ki forumlar, seminarlar, bunların sayı artmalıdır. Bu artım nəticəsində bu maarifləndirmə də istər-istəməz artacaq. Günümüzdə televizordan hamı istifadə eləyir və bu televizorda müəyyən bir reklamlar ola bilər. Qarajların reklamı olur, yəni avtomatik olaraq jaluzlar açılır və s. Bəli. Ancaq bunun yəni maarifləndirmə düşünürəm ki. Mənim bir fərqli düşüncəm var ki, mən düşünürəm ki, bu tikinti ilə məşğul olan MTK-lar və s. vardı. Yəni ölkədə zaten düzdür az deyil, ölkədə kifayət qədər tikinti ilə məşğul olan şirkətlər var və MTK-lar, onlara məncə bu MTK-ları yaradıldığı zaman müəyyən bir tələb qoyulmalıdır. Misal üçün normal indi hal-hazırda hamımız yaşadığımız MTK-larda necədir? Misal üçün kimsə hansısa 10 binalı binada kimsə nə bilim işıq pulunu ödəyəməyibsə, gedir hardansa tapır onun qazını və ya işıq yerini, gedir oradan söndürür və s. Bu çox belə deyim də primitivdir. Orada ən azı minimum tələb qoymalılar ki, sən ən azından misal üçün müəyyən elementləri smart etməlisən. Misal üçün qazı, işığı, suyu və oturan bir insan, ümumi kompüter önündə oturan insan, kimsə ödənişi etmirsə, sadəcə orada bir düymə ilə misal deyirəm də, yəni onu dərhal söndürə bilir. Yəni minimal bəlkə tələblər qoyulmalıdır. Çünki bu təşviq edəcək də irəli getmə. Amma biz minimal tələblər qoymadığımız halda hamı deyəcək elə belə də gedir də, qalsın belə. Elə də, bu çox yaralı yerimizdir. Bəlkə də bizi dinləyən belə deyək ki, o
dinləyicilərimiz mütləq ki, hər kəs özündə bu problemlə yanaşdığını düşünür. Yəni ağıllı bizim istifadə etdiyimiz evdə adi qaz, işıq və digər sayğacları var. Bunların əksəriyyəti smart sayğaclarla idarə olunur. Smart sayğaclar necə hansı prinsiplə işləyir biz məlumdur. Müəyyən kart sistemi var, karta əlavə edirsən və səndə o kart bitdiyi zamanda səndə həmin enerji kəsilir. Yəni bu tələblər düşünürəm ki, bu tələblər üçün bir balaca tez olduğunu düşünürəm. Çünki buna Amma burada bir dənə də çox üzr istəyirəm, amma misal üçün ən vacib tələblərdən biri misal üçün fövqəladə hallar qoya bilər. Misal üçün biz kifayət qədər son dönəmlərdə, özdə son dönəmlər həddən artıq çox artır ki, görürük ki, evlərdə qazdan və ya partlayışlar olur. Yəni əgər bu ümumi bir sistem olsa və hər birində detektor olsa, hər hansı bir evin, binanın birində cüzi qaz sızma olan kimi monitorda oturan insan dərhal onu söndürə bilər ki, Bəli. bunun qarşısını alsın. Mən bildiyim qədərilə Azəriqazda belə bir monitorinq xidmətləri keçirirlər və onlar mütəmadi olaraq bu monitorinq xidmətlərində evlərə daxil olub evdəki qazın statusunu yoxlayırlar. Bu hal-hazırda dediyiniz kimi avtomatik yox, yəni manual şəkildədir. Manual şəkildə yoxlanılır, bəli. Amma bu məsələyə biraz evdən kənara çıxsaq, Fövqəladə Hallar Nazirliyi tərəfindən də tələblər var və bu binalar daxilində istər qazın istismarı olunması üçün tikinti qaydalarında, sonra istər-istəməz bu plazalarda, yəni iş mərkəzlərində, mollarda bu tələblər var və bu tələblərə də riayət olunmadığı halda xüsusi sanksiyalar, cərimələr var təbii ki. Amma çoxsu riayət etmir. Ya çoxsu deməyək, amma kifayət qədər riayət etməyənlər var. Orada o da nəticədə çox pis fəsadlara gətirib çıxarır. Riayət etməmək sadəcə belə hallar baş verə bilər ki, quruluş zamanı hər bir şey qurulur, sonra bunun monitorinqi aksaya bilər və ya dəyişdirirlər. Dəyişdirildi, harda da dediyimiz kimi sanksiyalar və cərimələrlə onlar üzləşirlər. Və o da çox bir risklidir hansı ki, orada da bir hansısa bir hadisə baş verdiyi halda artıq buna məsul daşıyan şəxslər üzə çıxır və məsul daşıyan şəxslər də onun belə deyək ki, onun öhdəsindən gəlməlidir istər-istəməz. Yəni bu sistemlər özəl təsərrüfata gələndə, yəni özəl fiziki şəxslərə gələndə, bəli bu tələblər yəni qapıdan içəridə özəl fiziki şəxsin özünün istədiyi kimi tənzimlənir. Yəni bu mağazalar və s. nəzərdə tutulur. Yox, qapıdan, yəni evin içinə, içində, yəni bu şəxsin özü tənzimləyir. Bildim. Amma mağazalarda bu hüquqi belə deyək ki, yerlərdə bunlar artıq xüsusi tələblərlə, yəni mağazadırsa bunun xüsusi bir kvadraturası var. O kvadrata uyğun şəkildə datçikləri nə qədər olmalıdır, yanğın detektorlarıdır, tüstü detektorlarıdır, harda quraşdırılmış qaz varsa onun avtomatik olaraq qazdan qaz sızması nəticəsində qazın dayandırılmasıdır və s. Mənim özümün də bu yaxınlarda bir təcrübəm olmuşdu, çox maraqlı. Təcrübə deyil əslində, qarşılaşdığım bir problem olmuşdu. Yəni özüm də belə bilmədən evin belə deyək ki, evdən qaz isi gəlməyə başladı. Fövqəladə hallara bəli yığdım, amma bu evdən qaz isi gəlmirdi. Sadəcə pəncərəyi açdım, pəncərədən qaz isi gəlirdi. Onlar çox belə deyək ki, çox seviş şəkildə, çox operativ şəkildə məsələyə müdaxilə elədilər və ətrafda olan qaz birləşmə nöqtəsində bir sızıntı olubmuş. Sonradan məndə olan məlumata görə hətta Fövqəladə öz tərəfindən geri feedback verdilər ki, yəni hal-hazırda vəziyyət status bu yerdədir. Və məndən başqa şəxslər də bununla bağlı artıq müraciət eləmişdilər. Bu nədən irəli gəlir? Bu maarifləndirmə baş verir. Maarifləndirmə davamlı şəkildə bildirilir və hansı nömrələrə zəng edilməsi artıq bu maarifləndirmə olduğu zaman nəticəsi müsbət olur və bəlkə də orada ola biləcək, baş verə biləcək hansısa bir hadisə artıq qarşısı alındı. Bu da belə deyək ki, qonşular tərəfindən oldusa bizə nə gözəl. Amma bunu avtomatlaşdırmaq lazımdır, tamamilə doğrudur. Avtomatlaşdırmaq lazım olanda da əlavə xərclər, əlavə tələblər, əlavə belə deyək, enerji sərf olunmalıdır, resurs sərf olunmalıdır. Bunların hamısına hazır olmaq lazımdır. Yavaş-yavaş bunlar gəlməlidir artıq. Biz istəsək də, istəməsək də. Çünki ölkələr var, bununla bağlı təcrübələri var və biz o təcrübələrdən düşünürəm ki, mütləq ki, yararlanmalıyıq. Çox gözəl. Bu smart evlər mövzusuna bir daha qayıdaq. Ümumiyyətlə belə bizim izləyicilər başa düşsün deyə smart evlər
bizə nədə qənaət edir? Xərci çoxdur, bunu başa düşdük. Amma ən azından hansı mərhələlərdə bizə ən azından qənaətə kömək edə bilər? Yəni hansı məqamlarda? Yəni çünki insanlar tərəziyə qoyacaq da. Məsəl üçün burada mən biraz çox ödəyirəm, amma burada məsəl üçün təhlükəsizlik baxımından və ya nə isə baxımından daha çox uduram. Tərəziyə qoyub seçsinlər ki, mən gəlin smart ev alım, nəinki belə sadə ev. Yəni hansı qənaətləri verir və hansı üstünlüklər verir? Əslində orada qənaət yox, biraz komforta fokus olsaq daha yaxşı olar. Çünki bu qənaət mexanizmi burada hesablanmamalıdır. Çünki bu yəni ağıllı sistemin özü xərcli sistemdir. Ağıllı sistemdə insanlar sadəcə onun ən önəmli olan məsələsi təhlükəsizlik məsələsinə diqqət etmələri daha tövsiyə olunur. Yəni ağıllı sistemin özünə investisiya edəndə onun mən bu investisiyanı nə vaxt çıxardacağım haqqında düşünmələri biraz onlarda yanlış bir istiqamətə gedə bilərlər, yönləndirə bilərlər. Çünki ağıllı sistemləri bir sistem deyil, iki sistem deyil burada. Yəni kompleks şəkildə bir həll yolları var. Bunlar çox yüksək rəqəmlər ola bilər. Amma ağıllı sistemlər mən düşünürəm ki, əgər fiziki insanlar yaşadığı binalar olmasa da, məncə hər hansı bir parniklərdə, zavodlarda daha belə deyim də qənaət baxımından, həm də gəlir baxımından məncə üstündür onlara üz tutmaq. Bu çox yaxşı məqamdır, bəli. Yəni suyun müəyyən vaxtaşırı istifadə olunması, müəyyən suyun, işığın və yaxud da ki, işığın və yaxud da ki, istilik parniklərindəki istifadə olunan istiliyin mütəmadi saatlarla günün isti saatlarında kəsilib də axşam saatlarında istifadə olunması. Bəli, bunlar qənaət rejiminə keçir. Bu artıq biznesdir. Bunu artıq biznes kimi yanaşsaq, yəni burada sahibkar artıq pulunu yaxşı saya bilir, gəl belə danışaq. Yəni o onu investisiya eləyir və investisiya eləyən zaman o artıq oradan belə deyək gəlir əldə etməsini düşünür və onu hesablamağı bacarır. Amma biz təhlükəsizlik məqamlarından bir də interkom məsələsini istəyərdim vurğulayım. Bizim günümüzdə istifadə etdiyimiz domofon sistemləri. Mütləq ki, domofon sistemi istifadə edən adam istifadə etdikdən sonra biraz rahatlaşıb. Çünki kimsə gəlib ya aşağıda qalmır və yaxud da ki, blokda daxil olanda yad bir kəsləri görmür artıq. Kimsə səni artıq axtardığı zaman birbaşa aşağıdan zəng eləyir və sən artıq bilirsən ki, kimsə yuxarı qalxır və s. Bu sistemlər ancaq dediyimiz kimi rahatçılığa və bunların da hər birinin aylıq müəyyən bir servis xərcləri var. Və o servis xərcləri də hesablasan, biraz öncəki mövzuya komment olaraq dediyim kimi, bu xərclər qarşılanmalıdır ki, sən də onu istifadə edə biləsən. Xərclər qarşılandığı zaman nə olur? Yenə də ekstra, belə deyək ki, xərclər meydana gəlir. Tamamilə doğrudur. Bu da təkrar olmasın, bir də vurğulayım ki, bu da mütləq ki, təhlükəsizlik və rahatçılıq üçün nəzərdə tutulur. Bu belə deyək də, əmlak sahəsində gəlin binalardan bir qırağa çıxaq. Bayaq elə qeyd etdiyim kimi bu zavodlar, fabriklar ola bilsin də, yəni böyük bir hansısa bir istehsalatla məşğul olan yerlərdə ağıllı yanaşma bizdə nə dərəcədədir? Bizdə onun nə dərəcədə olduğunu çox statistik məlumatı ötürə bilmirəm hal-hazırda. Ola bilər, yəni bizdə olan məlumat, indi danışacağımız mövzu o eyni ilə bizdəki kimidir. Amma bu xaricdə istifadə olunan zavodlar var ki, onlar əksəriyyəti demək olar ki, istər Kitayda, istər digər Avropa ölkələrində, yəni Kitay dediyimiz Çində. Elə Tesla-nın zavodu özü. Bunlar avtomatlaşdırılıb artıq. Yəni artıq orada insanlar, robotlar çalışır. Və insan sonda sadəcə olaraq incə toxunuşlarla maşını sadəcə olaraq bir vizual görüntü ilə maşının onun uyğun yerlərini fiziki olaraq yoxlaya bilər. Amma bunların əksəriyyəti robotlaşır. Bu robotlaşma necə baş verir? Yəni təbii ki, burada insan müəyyən bir əməliyyat icra eləyir. Onu qıraqdan biznesmen avtomatlaşdırılması üçün onun analiz olunur. Yəni o biznesmen görür ki, o müəyyən bir hərəkət eləyir. Gün ərzində ancaq eyni hərəkət eləyir. Onu robotlaşdırır və yəni no hiring deyək də, yəni də artıq prinsipinə keçir və artıq işçi qəbul etmək əvəzinə artıq o istənilən proseslərini avtomatlaşdırır. Azərbaycanda biz avtomatlaşdırılma ilə ancaq xaricdən gələn avadanlıqlarla təmin edilməsində inkişaf eləməkdə, yəni istiqamətimiz belə ola bilər, ancaq belə inkişaf eləyə bilərik. Yəni bugünkü günü Azərbaycanda
istifadə olunan zavodlarda biz əslində işçiləri orada təmin etməyə çox yönümlüyük. Yəni onu avtomatlaşdırmaq əvəzinə. Elə zavodlar var ki, çünki dediyim kimi bu bir maarifləndirmə məsələsi var. Maarifləndirmə olmalıdır ki, yəni sən onu avtomatlaşdırasan. Bu biraz da maliyyəti bahalı başa gələ bilən texnologiyalar ola bilər. Sahibkar ona hal-hazırda getməyə bilər. Bəs onda bir dəstək varmı dövlət tərəfindən ki, misal olaraq, yəni əgər sən avtomatlaşdırırsansa, yəni rəqəmsallaşırsansa, buna bir necəsə dəstək olsun. Çünki bizim hal-hazırda konsepsiyamız dövlət olaraq biz rəqəmsallaşmanı ön plana çıxardırıq, vacib sayırıq. Amma mən bildiyim qədərilə bu yöndə də hər hansı bir belə deyim də subsidiyalar və ya dəstəklər yoxdur. Misal üçün mən bir sahibkar olaraq bir nə bilim böyük bir plantasiyam var, parnikdir, nə bilim hər hansı bir meyvə və ya tərəvəz əkirəm və mən istəyirəm ki, bunu gəlin avtomatlaşdırım da, gündəlik o qədər işçi alınca və ya mənə sərf eləmir də, gəl edin. Buna bir necəsə dəstək varmı? Ola bilsin bəlkə ya kənd təsərrüfatı tərəfindən, ola bilsin bəlkə nazirlik yəni, tərəfindən. Sistemlərin özünü avtomatlaşdırmağa hal-hazırda subsidiyalar haqqında məndə də elə bir dəqiq məlumat yoxdur və mən bu barədə məlumatsızam. Yəni çox güman ki, yoxdur bu barədə. Ölkə xaricinə çıxsaq bunlar yəni sayı yəni şəxslərin sayı, vətəndaşların sayı çox olan ölkələr var, Hindistan, Kitay kimi. Yəni onlarda yəni zavodların qurulmasında insan əməyindən çox istifadə olunur. İşçi qüvvəsi İşçi qüvvəsindən ucuz olduğu üçün işçi qüvvəsindən çox istifadə olunur və orada sahibkarlar həmin zavodu istifadəyə verən zaman, yəni əgər bu xaricdən gəlmiş bir sahibkardırsa, ona tələb qoyurlar ki, sən insanları işlətməlisən. Əgər hansısa bir hissəni avtomatlaşdırdığın zaman əksinə vergilərini qaldırırlar, yəni. Çünki orada insanlar çoxdur və onlar işləməlidirlər. Hətta çox maraqlı bir fakt ortaya çıxıb ki, yəni bir müddət o biz deyirik avtomatlaşma gedir və s. misal üçün Çində robotlaşma və s. gedir və Çində də işçi qüvvəsi azdır. Yəni biz bir anda düşündük ki, artıq Çində də işçilər işsiz qalacaqlar, amma indi hal-hazırda reallıq onu göstərir ki, robotlaşmağa ancaq həddən artıq belə deyim də bahalı məhsul satan şirkətlər özünə icazə verə bilir. Amma belə qismən biraz ucuzlu məhsul satanlar, onlar yenə də insan gücündən istifadə edir. Niyə? Çünki bir robotun istifadəsinə çıxan xərc 3-5 işçinin istifadəsində, yəni işləməsinə verilən maaşdan daha baha olur deyə yenə də işçiləri istifadə edir. Tamamilə elədir. Orada da yəni hər kəs bu robotlardan istifadə edə bilmir. Yəni bu robotlar maliyyəti ucuz başa gəlmir. Amma o insanlar üçün də başqa bir pəncərə açılır. Yəni onlar da orada çünki məlum məsələdir ki, Kitay çox inkişaf, yəni bu gün Amerika ilə müqayisədə inkişaf etmiş özünün texnologiyasına görə, yəni rəqabətçil bir ölkədir. Və onlarda da yəni digər bir texnologiyalarda, digər bir müəssisələrdə insanların işləməsi üçün mütləq ki, şəraitlər yaranır. Amma no hiring prinsipi bu artıq şərqdən qərbə artıq yavaş-yavaş özünü Covid-dən sonra, ələlxüsusda Covid dönəmindən sonra bu prinsip artıq sıra-sıra inteqrasiya olunur. Bəli, telefon mərkəzləri və s. get-gedə tamamilə doğrudur. Artıq bunlar avtomatlaşmalı. Müəyyən bir chatbotlar, artıq yəni süni intellekt burada öz sözünü deyir, artıq yəni operator səviyyəsində artıq insanlar robotlarla əvəz olunur. Yəni bunların hamısı artıq yavaş-yavaş yəni insanlarsız, bəli, insanlarsız əşya, internet üzərindən idarə oluna bilən müəyyən bir sistemlərlə artıq idarə olunur. Çox gözəl. Sadiq, əslində çox maraqlı danışığımız oldu. Bir son sualı verəcəm sənə. Bu əmlak sahəsinin gələcəkdə nə gözləyir? Yəni avtomatlaşma və robotlaşma burada olacaqmı? Niyə sual verirəm bunu? Çünki yəni ev tikmək çox belə deyim də sensitiv, həssas bir mövzudur. Yəni bu bir necə deyim, bir oyuncaq hazırlamaq deyil də, yəni oyuncağı səhv hazırlayarsan, uzaqbaşı biraz uşaq oynadı, qırılar. Belə həssas bir mövzu deyil də, amma ev belə bir həssas mövzudur ki, Allah etməmiş bir zəlzələ olsa və ya istənilən bir boşluq olsa, yəni sızma olsa, yəni çox ciddi bir fəsadlara gətirib çıxardar da. Ümumiyyətlə beynəlxalq praktikada nədir və ümumiyyətlə gələcəkdə necə düşünürsən? Bunu avtomatlaşdırma etmək olacaqmı robotlarla? Yoxsa yəni bizdə hər zaman o bizim
o belə deyim də bizim dildə o prorablara və ya ustalara hər zaman ehtiyac olacaq. Yəni bunları dəyişməyəcək dövr. Hal-hazırda növbəti bir 10 ili görmək biraz mümkündür, amma biraz daha uzaq gələcəyi görmək biraz Azərbaycan üçün ola bilər ki, biraz ehtiyac var. Zaman-zaman bunu görəcəyik təbii ki, inşallah. Hal-hazırda bu tendensiya son 100 ilə də baxsaq, bu proravlarla, iş icraçıları ilə davam edilir, dediyiniz kimi. Qədim Misirdən belə. Bəli, bu daşınmaz əmlak sektoru belədir, yəni amma 3D texnologiyalar var ki, evlər tikilir, müəyyən bir dizayn cızılır, xüsusi bir robot vasitəsilə bu evlər tikilir. Amma bu bizim şüur altında yanaşdığımız, istədiyimiz ev olmaya bilər. Mütləq ki, biz onu özümüz dizaynerlərə həvalə edəcəyik. Dizaynerlər üzərindən bu növbəti mərhələyə keçir. Burada ChatGPT və yaxud da ki, süni intellekt dediyimiz kimi çox önəmli bir mərhələyə keçir. Biz ChatGPT vasitəsilə biz sadəcə olaraq o evin dizaynını və yaxud da ki, gələcəkdən danışırıq da, yəni bu növbəti 5-10 ilin üzərinə. Onun üzərindən istər satıcılar, istər əmlak sahibləri, istər o alıcılar məlumatları əldə etmək üçün, məlumatları yerləşdirmək üçün, marketinq broşurlarını hazırlamaq üçün mütləq ki, süni intellektlərin köməyindən istifadə edəcəklər. Chatbotlar bugünkü gün istifadə olunur, amma onlar daha da təkmilləşəcək mütləq ki. Çünki chatbot bugünkü günü istifadə olunan mexanizmi müəyyən bir sözlər qəbul edib o sözlərə görə öz bazasına istinad eləyir. Amma bu öz yerini digər bir texnologiyalara, süni intellekt texnologiyalarına mütləq ki verəcək. Yəni biz buna doğru getməliyik və getmək lazımdır da. Yəni insan ustalara ehtiyac olacaq da, elə düşünürəm. Ustalara, bəli. Yəni hansılar ki, bənnalar belə deyə də. Ümumiyyətlə ölməyən vəzifələr var, ölməyən peşələr var. Bunlar artıq indidən görünən peşələr var, dərzi var, ayaqqabı, belə deyək ki, ustası var və s. da. Yəni mən indi yadıma düşən bu oldu. Ölməyən, yəni bu əl əməyi ilə başa gələn peşələr var ki, bunlar xüsusi bir yəni hisslərlə başa gələn, yəni bunlar yəni məsəl üçün xüsusi bir rəsm ola bilər və s. da, yəni belə. Yəni bunlar ölməyən peşələr sayılır hal-hazırda və onlardan da belə deyək ki, robotlar hansı ki işdə ki, yəni o işi görə bilməyəcək həqiqətən də, yəni onlar mütləq ki, qala bilən bir peşələrdir. Amma onların da əvəzləyicisi zaman-zaman görünə bilər. Çünki bir 5 il bundan əvvəl fərqli bir dünyada yaşayırdıqsa, indi artıq fərqli baxış var idi. Hətta Covid var idi və hər kəsin düşünmədiyi bir dövr gələcəyini düşünürdü ki, insanlar necə olacaq. Amma indi 2030-cu ili düşünsək, o artıq bir fərqlidir. Çünki artıq Marsa artıq belə inteqrasiya etmək haqqında düşüncələr var və s. Yəni dünya çox dəyişir və çox sürətli gedir bunlar. Çox sürətli dəyişir. Razıyam əslində. Əslində mən də düşünürəm ki, bizim təbiətə uyğun olaraq robotların evlərin və ya binaların tikilməsi, xüsusən də belə deyim, az mərtəbəli evlərin və ya torpaq evlərin tikməsi real deyil. Çünki sonra biz kim balkon çıxardacaq və ya qabağa qoyacaq robotlarla o sonra bu texniki tapşırığın dəyişmək məsələsi var. Bəli, dəyişməsi və s. və ya cızığın biraz qabağa çəkməsi və s. Yəni bəli. Burada görünməyən elementlər çoxdur. Mən daima deyirəm, Avropanın ən inkişaf etmiş ölkələrində belə biz bunu izləyirik. National Geographic, Discovery, orada çox maraqlı bir mega konstruksiyalar və mega constructionlar var, hansı ki, yəni o konstruksiyonlara baxanda görürsən ki, onlar da orada səhv eləyirlər. Dubayın özündə, məsəl üçün, çox ağır bir yüklü maşındır, gəldiyi zaman onun təkəri, belə deyək ki, deformasiyaya uğrayır. Sonra körpü tikirlər, körpülər müəyyən bir hissədən sonra körpü, belə deyək ki, yəni ağız-ağıza gəlmir demək məsələsi var. Digər tərəflə o bir tərəf uzlaşmır. Bu yəni təbii ki, bu texnologiyadır. Bu texnologiyada səhv etmək ağır, belə deyək ki, böyük tikintilərdə ciddi bir fəsadlar yaşadır. Amma bu realdır, yəni belə bir şeylər baş verir, hadisələr baş verir. Ona görə də insan əməyi
insan əməyi hal-hazırda çox vacibdir və onu biz dəyərləndiririk. Düşünürəm ki, biz düzgün bir mühitdə yaşayırıq və bizim mühitdə yaşadığımız bu konsepsiyada istifadə etdiklərimiz hələ ki bizə lazım olanlardır. Bəli. Amma gələcəkdə bizi nə gözləyirsə, düşünürəm ki, Onu zaman göstərəcək. Tamamilə doğrudur. Çox sağ ol Sadiq gəldiyinə görə. Təşəkkür edirəm, Çox sağ ol. olasın. Təşəkkür edirəm. Maraqlı üçün. mövzu oldu. Dostlar, İnnovator podkastının növbəti verilişlərində görüşənədək.